Uzunmüddətli baş ağrıları müxtəlif gizli xəstəliklərin əlaməti ola bilər. Miqren, başın bir tərəfində şiddətli dözülməz ağrılar, işıq və səsə qarşı həssaslıq, ürək bulantısı və qusma ilə müşahidə oluna bilər. Əzələ gərginliyi, stres və ya pis duruş nəticəsində boyun və baş əzələlərinin gərginliyi baş ağrısına səbəb ola bilər. Sinusitis, sinusların iltihablanması nəticəsində başın ön hissəsində, üzün alt hissəsində ağrılar ola bilər. Vaskuler problemlər, beyin damarlarının daralması və ya genişlənməsi, məsələn, anevrizma və ya digər damar xəstəlikləri baş ağrılarına səbəb ola bilər. Təzyiq problemləri, yüksək və ya aşağı qan təzyiqi də baş ağrısına yol aça bilər. Beyin şişləri, beyindəki şişlər də uzun müddətli və davamlı baş ağrıları ilə özünü göstərə bilər. Beyin iltihabı, beyin və onurğa beyni əhatə edən membranların iltihabı da ciddi baş ağrıları ilə müşahidə olunur. Bəzi göz xəstəlikləri, göz problemləri, məsələn, yüksək miopiya və ya astigmatizm kimi refraksiya səhvləri baş ağrılarına səbəb ola bilər. Bu cür ağrılar müntəzəm olaraq təkrarlanırsa və ya əvvəlki baş ağrıları ilə fərqlənirsə, bir həkimə müraciət etmək vacibdir. Müalicə üçün düzgün diaqnoz qoymaq lazımdır.